Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Həqiqətən də bugün satışda olan 4 otaqlı evlərin içində ən yaxşısı və ən keyfiyyətlisi deyirəm rahat şəkildə. Ona görə ki, tikintini özüm görmüşəm. Hörmətli izləyicilərimiz, kürsünü şahidsiniz. Kürsü göz qabağındadır. Heç bir bu qiymətə olan evlərdə bu kürsü yoxdur. Evin zirzəmisinə baxın, düzdür, art tikinti materialların qalıqları, qalıblar hamısı götürüləcək. Bütün otaqların altına keçid var. Fundament, kəmər, mərtəbə arası monolit beton mövcuddur. Evimiz ümumilikdə sot yarım torpaq sahəsində inşa olunub. Həyətin işıqlanmasına kimi hər birisi var və gecə vaxtı sensordan işə düşür. Həyətə daxil olan avtomobil qapısı həyətin trapına kimi mövcuddur. Həyət tam daşlardan üzdənilib. Üz görünüşü qabancıq daşlardan və ağlaydan istifadə olunub. Bu hissədə isə bu qapı. Ev sahibi bunu da düşünür. Kombi için gizli yuva. Yəni ki, kombi bu hissədə quraşdırılacaq. Yağış sular düşməsin deyə ev sahibi bunu da düşünür. Bu da əlavə xərcdir. Daxil olaraq evimizin iç sahəsinin təqdimatına. Kürsünü saymağa ehtiyac yoxdur, özünün şahidsiniz. Qəşəng bir evdir, səliqəli evdir, həqiqətən də geniş, keyfiyyətli və birbaşa Duz gölünə görünüşü var. Evimizə daxil olarkən belə bir dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsində sadəcə pilləkənlərin tamamlanması qalıb. Onlar da alıcıya tam hazır şəkildə təhvil veriləcək. Otaqlara bölgü dəhliz vasitəsindəndir. Burada yerləşir evimizin işıqlı, geniş ölçüyə malik qonaq otağı. Həqiqətən də qonaq otağı. Eni də, uzunu da normaldır. Yəni ki, digər evlərdə en az olur, uzunluq çox olur. Burada kifayət qədər, hardasa rahat şəkildə 7 metrənin 5 metrəyə qonaq otağı var. Fon işıqlar, spot işıqlar, tabanına figurlar işlənilib. Divar kağızlarda hamısı zövqdən işlənilib. Burada yerləşir evimizin mətbəxi. Mətbəxin də həqiqətən ölçüləri genişdir. Pəncərəsi həyətin sahəsinə baxır. Belə bir gözəl mətbəxi var. Qapılarına kimi, divar kağızlarına kimi, TV xəttinə kimi hər birisi yaxşısındandır. Birinci mərtəbənin sanitar qovşağı asma tavanla işlənilib, isti poldan təchiz olunub. Təbii ki, bölgü dəhliz vasitəsilə aparılıb. Burada ikinci mərtəbəyə qalxan pilləkənin alt hissəsində qladovkası da var. İkinci mərtəbəyə qalxıram. İkinci mərtəbədə yerləşir 3 yataq otaq, sanitar qovşaq, eyvana çıxışı var. Bölgü təbii ki, burada da dəhliz vasitəsilə aparılıb. 3 yataq otağı. Bura yataq otağından birincisi. Bu hissədə növbəti yataq otağı yerləşir. Və sonuncu yataq otağı. İkinci mərtəbənin sanitar qovşağı. Abşeron rayonu Masazır qəsəbəsi 6 nömrəli məktəbin tam yaxınlığında yerləşir. Eyvan hissəsidir, eyvanı genişdir. Birbaşa Duz gölünə görünüş. Duz gölün havası, məhəlləsi genişdir. Əlaqə saxlayıb daha dolğun məlumat almaq üçün 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.